Diqqətli olsun 2 bürc 13 noyabrdan başlayaraq 30 noyabra doğru 15 noyabrın təsirinin güclənməsi nəticəsində 2 bürcün belə maddisal dalğaların zəifləməsi baş verə bilər. Çünki Merkurinin 14 noyabrdan başlayaraq Yupiterə təsiri, Veneranın da Saturnla belə deyildi, statik olaraq açılımı bizim maddisal dalğaların dəngesizliyinə səbəb ola bilər. Ən çox da tərəzilər bu bürclərdən birincisi tərəzilərdir ki, maddisal dalğamızın aktivləşməsi bizim 16 noyabrdan belə deyim də ağacımız var, maddisal ağacımız var. Onun sirkələnməsi, onun kökünün zaman çərçivəsində doğru təsiri nəticəsində kökümüzdən gələn, ailəmizdən gələn maddiyyatın ola bilər, keçmişdən qalmış maddisal borclarımız, narahatçılıqlarımız ola bilər. Tərəzi ən çox sizləri sirkələyə bilər. Birinci bu zamana doğru ehtiyatlı olmalısınız, noyabrın 22-sinə doğru. 20-si 21 noyabrda isə Veneran, Saturnla, Neptunun və Plutonla dik təsiri, dik duruşu nəticəsində belə deyim də çox səbirli olacaq bürclərdən biri isə əqrəblər sizsiz. Əqrəblər bacardığımız qədər səbrimizin ən pik həddini aktivləşdirməliyik. Çünki pul olaraq, maddiyyat olaraq və ən əsası 28 noyabrdan başlayaraq əqrəblərlə oxatanların sağlamlıqla bağlı sınaqları, müalicələri özünü belə deyim də həm psixoloji olaraq, həm bədənsel olaraq aktivləşdirməsinin vacib məqamlarından biridir. Çünki 28-30 noyabr tarixindən başlayaraq sağlamlıqda ümumi insan olaraq, evren olaraq dekabrın 6-sına qədər sağlamlıq olaraq yeraltı təkanların aktivləşməsi olaraq bizi sirkələyəcək, təzyiqə salacağımız enerjilərimizin qeyri-stabil dalğaları bizim həm maddisalımıza, həm bədənsel enerjimizə, həm torpaq enerjilərimizə təsir edilə bilər. Torpaq enerjilərdə buğalar, əqrəblər və belə deyim də qızlar sizsiz. Düzdür, daha çox qızlara bu təsir etməyəcək, amma buğalarla əqrəblər özlərinin qoruma və müdafiə fonduna almalıdırlar. Diqqətli olsun 2 bürc 13 noyabrdan başlayaraq 30 noyabra doğru 15 noyabrın təsirinin güclənməsi nəticəsində 2 bürcün belə maddisal dalğaların zəifləməsi baş verə bilər. Çünki Merkurinin 14 noyabrdan başlayaraq Yupiterə təsiri, Veneranın da Saturnla belə deyim də statik olaraq açılımı bizim maddisal dalğaların dəngesizliyinə səbəb ola bilər. Ən çox da tərəzilər bu bürclərdən birincisi tərəzilərdir ki, maddisal dalğamızın aktivləşməsi bizim 16 noyabrdan belə deyim də ağacımız var, maddisal ağacımız var. Onun sirkələnməsi, onun kökünün zaman çərçivəsində doğru təsiri nəticəsində kökümüzdən gələn, ailəmizdən gələn maddiyyatın ola bilər, keçmişdən qalmış maddisal borclarımız, narahatçılıqlarımız ola bilər. Tərəzi ən çox sizləri sirkələyə bilər. Birinci bu zamana doğru ehtiyatlı olmalısınız, noyabrın 22-sinə doğru. 20-si 21 noyabrda isə Veneran, Saturnla, Neptunun və Plutonla dik təsiri, dik duruşu nəticəsində belə deyim də çox səbirli olacaq bürclərdən biri isə əqrəblər sizsiz. Əqrəblər bacardığımız qədər səbrimizin ən pik həddini aktivləşdirməliyik. Çünki pul olaraq, maddiyyat olaraq və ən əsası 28 noyabrdan başlayaraq əqrəblərlə oxatanların sağlamlıqla bağlı sınaqları, müalicələri özünü belə deyim də həm psixoloji olaraq, həm bədənsel olaraq aktivləşdirməsinin vacib məqamlarından biridir. Çünki 28-30 noyabr tarixindən başlayaraq sağlamlıqda ümumi insan olaraq, evren olaraq dekabrın 6-sına qədər sağlamlıq olaraq yeraltı təkanların aktivləşməsi olaraq bizi sirkələyəcək, təzyiqə salacağımız enerjilərimizin qeyri-stabil dalğaları bizim həm maddisalımıza, həm bədənsel enerjimizə, həm torpaq enerjilərimizə təsir edilə bilər. Torpaq enerjilərdə buğalar, əqrəblər və belə deyim də qızlar sizsiz. Düzdür, daha çox qızlara bu təsir etməyəcək, amma buğalarla əqrəblər özlərinin qoruma və müdafiə fonduna almalıdırlar.